Salam əziz izləyicilərim, xoş gördük sizləri. Bugün marojna dadına çox dadlı piroq hazırlayacağım. Piroq burada isti vəziyyətdədir. Daha sonra soyuducuya qoyuram. Gördüyünüz kimi biraz obyomu yenibdir. Çünki soyuducudan çıxarmışam və kəsib sizlərə göstərirəm. İçi çox gözəl görsənir. Gözəlliyi kimi də dadı da çox ləzzətli olur. Mütləq hazırlayın. Bütün resepti ayrıntıları ilə dəqiq deyəcəm sizə və hazırlamaqda çətinlik çəkməyəcəksiniz. Gördüyünüz kimi çox gözəl görünür. İndi isə sizə çəngəl vasitəsilə göstərirəm. Yumuşaqdır. Dadı da ki, inanın ki, marojna kimidir. Vişnə də ki, başqa bir gözəl dad verir. Keçirəm hazırlanma qaydasına. Dondurucudan yarım kilo, yəni 500 qram vişnə çıxartmışam. Həmin vişnəni mən şəkərdə və kraxmalda qaynadacağam. Kraxmal onu qatılaşdıracaqdır. Əgər bu şəkildə piroqa əlavə edəriksə, onda vişnə bişdikdə su verir və piroq da çiy qala bilər. 500 qram vişnəyə 150 qram şəkər, 150 ml su və 6 xörək qaşığı da qarğıdalı nişastası əlavə edirəm. Yaxşı-yaxşı qarışdırıram ki, hamısı bir-birinə qarışsın və qoyuram ocağın üzərinə. Demək olar ki, vişnə tam qatılaşana qədər, görürsünüz, suyu çıxıbdır, duru şəkildədir. Tam qatılaşana qədər bişirirəm. Burada artıq qatılaşıbdır. Qatılaşıb qurtardıqdan sonra, artıq hazır olduqdan sonra qoyuram bir kənara, soyumasını gözləyirəm. Soyuduqdan sonra keçirəm mən xəmirinin hazırlanmasına. Xəmiri üçün 3 ədəd yumurta sarısı götürürəm. Yumurtanın ağını isə istifadə edəcəm kremi üçün. Üzərinə bir çimdik duz əlavə edirəm və 6 xörək qaşığı şəkər pudrası əlavə edirəm. 2 paçka vanilin əlavə edirəm. Yaxşı-yaxşı qarışdırıram bunları və 80 qram da ərinmiş halda kərə yağı əlavə edirəm. Daha sonra bura mən əlavə edəcəm unu. Hardasa demək olar ki 300 qram un istifadə etdim. Əvvəlcə 200 qramını istifadə edirəm. Daha sonra 100 qram da əlavə edəcəm və bir çay qaşığı da qabartma tozundan istifadə edirəm. Bu şəkildə belə bir xəmir yoğurdum. Belə bir xəmir və xəmirin bir hissəsi yarıya bölürəm. Yarıdan az bir hissəsini qoyuram dondurucuya ki, bərkisin. Üzəri üçün istifadə edəcəm. Gördüyünüz kimi. Böyük olan hissəsini isə mən başlayıram yağlı kağızın üzərində yayıram. Yağlı kağızın üzərinə əvvəlcə mən duru yağ bu şəkildə edirəm ki, yaxşı yayılsın və oxlov vasitəsilə başlayıram yaymağa. Əvvəlcə yağlı kağızın üzərində tam nazik bir şəkildə yayıram. Daha sonra qabın içərisinə, hansı ki bişirəcəyim qabın içərisinə yerləşdirəcəm. Çox asan bir şəkildə yayılır. Mütləq yağlı kağızın üzərini yağlayın ki, yaxşı yayılsın. Bu şəkildə yaydım və indi isə qaba yerləşdirəcəm. Qaba yerləşdirdikdən sonra qabın formasını mütləq almaq lazımdır. Xəmirin üzərindən basa-basa və xəmiri səliqəli bir şəkildə salmaq lazımdır. Əlimiz vasitəsilə etməliyik bunu. Xəmir biraz çox nazik şəkildə yaydım. Bunun heç bir qorxusu yoxdur. Gördüyünüz kimi qabın tam formasını alıram və bir də kağızın artıq qalan hissəsini isə axırda mətbəx qayçısı ilə kəsirəm ki sobada mane olmasın və qoyuram soyuducuya. Soyuducuda dursun. Xəmirimiz indi isə keçirəm mən kremi hazırlamağa. 500 qram smetan götürmüşəm, faizindən asılı olmayaraq. Vanilin əlavə edirəm və 4 xörək qaşığı da qarğıdalı nişastası əlavə edirəm. Yaxşı-yaxşı qarışdırıram ki, hamısı bir-birinə qarışsın. Qarışdırdıqdan sonra qoyuram bir kənara. İndi isə keçirəm yumurta ağını, hansı ki 3 yumurta ağı qalmışdır bizdə. Yumurta ağının üzərinə bir çimdik duz əlavə edirəm və mikser vasitəsilə tam bərkiyənə qədər çalıram. Biraz ağardıqdan sonra üzərinə 130 qram şəkəri hissə-hissə tökürəm. Yenə dediyim kimi tam ağarana qədər, bərkiyənə qədər yumurta çalıram. Əvvəlcə mikseri alçaq xoda, daha sonra isə bərk xodda edirəm. Bu şəkildə gördüyünüz kimi bərk halda alındı və hazırladığımız smetanı
yavaş-yavaş əlavə edirəm yumurta ağının içərisinə. Çox gözəl, havalı, pışnı bir krem alınır. Elə ona marojna dadı verən də həmin bu kremdir. Yəni piroqu çox dadlı edən bu kremdir. Hansı ki yumurta ağına smetanı əlavə edirik. Smetanın hamısını yumurta ağına əlavə etdim. Bu qədər oldu. İndi isə soyuducudan xəmiri çıxarıram. Üzərinə əvvəlcə soyuyubdur. Vişnə gördüyünüz kimi bərk haldadır. Əvvəlcə vişnəni əlavə edirəm. Rəngi çox gözəldir, gördüyünüz kimi. Həmişə nişasta belə mürəbbələrə və ya cemlərə çox gözəl rəng qatır. Belə rəngi verən nişastadır. Daha sonra isə kremi, hansı ki hazırladığım kremi üzərinə əlavə edirəm. Tam qaba uyğundur. Görürsünüz ki çatdı. Üzərini hamarlaşdırıram və bir də hansı ki dondurucuya qoyduğum xəmiri görürsünüz necə donubdur. Xəmiri götürürəm və tyorkadan bu şəkildə keçirib tam üzərinə, hər yerinə tyorkadan keçib belə bu formada tökürəm. Sonra çəngəl vasitəsilə hər tərəfinə yayılsın deyə bu şəkildə hər tərəfinə yayıram və 40 dəqiqə 180 dərəcə temperaturda sobada bişirirəm. Budur, artıq hazırdır piroqumuz. Videonun əvvəlində sizə kəsib göstərdiyim kimi göstərdim içərisini. Çox dadlı olur və məsləhət görərdim ki, mütləq hazırlayasınız. İzlədiyinizə görə təşəkkür edirəm.